Allahın izni, yardımı, lütfü sayəsində tövhidi öyrənib yaşadıktan sonra məqbul oruc. Yəni, oruç tutan nə etməlidir ki, orucu Allahın izni ilə məqbul oruclardan olsun. Oruc ancaq yeyib içməkdən uzaqlaşmaq deyil, həm də günah sayılan bütün davranışlardan özünü qorumaqdır. Oruç tutan adam halal yeməkdən iftara qədər uzaq qaldığı kimi, dilini yalandan, əllərini haram işlərdən, iftar açdığı zaman mədəsini haram loxmadan, gözlərini harama baxmaqdan, qulaqlarını yalan və qeybət eşitməkdən, ayaqlarını pis işlərin arxası ilə getməkdən də uzaqlaşdırmalıdır. Ramazan ayında buna əməl etdiyi kimi, başqa günlərdə də fikir verməlidir. Çünki çiyinlərdə katib mələklər insanın ruhu canından çıxıncaya qədər vəzifələrinə ciddi məsuliyyətlə davam edirlər. Allah Azza və Cəllə hər birimizi müvəffəq etsin. Subhanəkə Allahumma və bihamdik, əşhədu ən la iləhə illə ənt, əstəğfiruka və atubu ileyk.